Əziz Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm rivayət olunur ki, o bir gün ovucuna tüpürdü və barmağını onun üzərinə qoydu. Yəni ovucundakı azacıq tüpürcəyin üzərinə barmağını qoyaraq belə buyurdu. Allah Teala buyurdu: "Ey Adəm övladı, sən məni necə aciz qoya bilərsən ki? Mən səni bax bunun kimi bir şeydən yaratmışam. Yəni bununla insanın dəyərsiz bir sudan, bir nütfədən yaradıldığı nəzərdə tutulur." Buyurdu: "Mən səni bunun kimi bir şeydən yaratdım. Hətta səni xəlq edib, boy buxununu düzəldib tam bir insan halına gətirdiyim zaman sən iki bürdə libas arasında gözəl və xoş geyimlər içində yeriməyə başladın. Artıq bir heybətin, bir baxışın formalaşdı. Halbuki sən əslində bir nütfə idin. Bunu unutma. Hətta səni xəlq edib boy buxununu düzəldəndə sən iki bürdə libas arasında yeridin. Yerin isə səndən ötü bir uğultusu, vəidi vardı. Vəid ayağın yerə bərk vurulması, bərk basılması deməkdir. Sonra sən bu dünyaya daxil oldun, topladın və mən etdin, topladın, yəni mal dövlət yığdın, ruzi qazandın, mən etdin, yəni Allahın sənə vacib buyurduğu haqları verməkdən imtina etdin. Səni yoxdan var edən, sənə surət verən, boy buxununu düzəldən və bu günlərdə sənə yerimək, hərəkət etmək, öz mənafələrin üçün çalışmaq, mal dövlət və ruzi toplamaq imkanı verən Allahın haqlarını mən etdin. Hətta topladın və mən etdin. Yəni Allahın sənə ruzi olaraq verdiyi və bəxş etdiyi şeylərdə onun sənin üzərinə vacib etdiyi haqqını vermədin və sən bu hal üzrə davam etdin. Hətta can boğaza, körpücük sümüklərinə çatdığı zaman dedin: "Mən sədaqə verirəm. İndimi sədaqə vermək vaxtıdır?" Ölüm anını müşahidə edərkən verilən sədaqə ölüm anında edilən tövbəyə bənzəyir. Bax buna görə də buyurdu: "Məgər bu, yəni ölüm anı sədaqənin savabının tam şəkildə sahibinə çatacağı bir vaxtdırmı? Bax bu Allahın qoruduğu və salamat etdiyi kəslərdən başqa Adəm övladına xas olan ayrılmaz bir sifətdir. Əks halda bu Adəm övladının xislətində olan xəsislik, simizlik və haqları verməmək sifətidir. Yalnız Allah Subhanahu va Taala'nın salamat etdiyi kəslər bunda müstəsnadır. İnsanlardan eləsi var ki, ölümü gözü ilə görənə qədər bu xəstəlik üzərində qalır. Yalnız ölüm anında filan qədər sədaqə verirəm deyir. Hətta bəziləri öz üzərlərində olan vacib borcları belə yalnız bu vəziyyətə düşəndə etiraf edirlər. Filan kəsin məndə haqqı var, bəhmən kəsin məndə haqqı var deyirlər. Bəs dünyada olanda, sağlam olanda hardaydın? Sağlam ikən isə o bəxillik edirdi. Bu dinin naqisliyindən, imanın zəifliyindən, nəfsin xəstəliyindən və Allah Subhanahu taalanın vacib buyurduğu haqları verməkdən, boyun qaçırmaqdan irəli gəlir. Həmçinin bəyənilən haqları verməkdən də yayınmaqdan qaynaqlanır. Bir çox insan bu hal üzrə ömür sürür. Nə zaman ki xəstəliyi şiddətlənir və artıq öləcəyinə yəqinlik hasil edir, o zaman sədaqə verib deyir: "Filan kəsə bu qədər verin, bəhmən kəsə bu qədər verin, mənim üçün filan şey tikdirin" və s.